Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd. Xoş gördük hər birinizi, əziz müsəlmanlar, əziz qardaşlar. Allah-u Teala'dan istəyirəm ki, məclisimizi xeyirli bərəkətli eləsin. Özünün sevib və razı qaldığı məclislərdən eləsin. Mövzumuz isə Allahın izni ilə daim gündəmdə olan, hər bir müsəlmanın ehtiyacı olan bir mövzudur. O da namazla bağlıdır və xüsusilə sübh namazı haqqındadır. Sübh namazına oyanmağın, sübh namazını əda etməyin, onun vaxtını qorumağın fəziləti. Təbii ki, hər bir müsəlman bütün namazlara önəm göstərməlidir. Yəni Allah-u Teala'nın əmr etdiyi 5 vaxt namazın hamısını öz vaxtında əda etməlidir. Çünki Uca Allah hər bir müsəlmana gündəlik olaraq 5 vaxt namazı əmr edibdir. Necə ki, Allah-u Teala namazların vaxtının qorunması ilə barəsində Bəqərə surəsində buyurur ki: "Yə eyyuhəllezine əmənu." Ey iman gətirənlər, hafizu aləs-salavati və salatil-vusta və qumu lillahi qanitin. Ey iman gətirənlər, namazlarınızı qoruyun və xüsusən də orta namazı qoruyun və Allaha muti şəkildə ayağa qalxın. Yəni Allah üçün muti şəkildə namazlarınızı əda edib namazlarınızın vaxtını qoruyun. Və burada da nəzərdə tutulan düzdür. Allah-u Teala ümumi namazları burada zikr eləyir və elm əhli də həmin salatul vusta namazının, orta namazın əsl namazın olduğunu söyləmişdir. Yəni bütün namazların öz dəyəri var, öz vaxtı var. Lakin onlardan xüsusilə fəcr namazı da seçilən namazlardandır. Və xüsusən də yay fəsli, hamımıza məlumdur, artıq yay fəsli daxil olduqdan sonra namazın vaxtı, fəcr namazının vaxtı önə çəkilir və nəticə etibarilə qış fəslindən fərqli olaraq müsəlmanlara nisbətən bu çətinlik yaradır. Yəni biri var, misal üçün qış fəslində 7 radələrində, 7-8 radələrində namaza qalxasan, lakin yay fəslində bu xeyli fərq edir. Misal üçün, gərək vaxtında qılmaq üçün 4-ə işləmişlər. Həmin ərəfədə oyanasan ki, vaxtında əda edə bilərsən. Xüsusən də yay fəslini nəzərə alsaq, qışdan fərqli olaraq qışda cəmaət daha tez yatır və yuxu müddəti də daha uzun olur. Çünki fəcrin vaxtı da daha genişdir. Gecənin vaxtı da daha genişdir. Yəni fəcrin vaxtı da daha gec daxil olur. Lakin yayda isə əksinə, yəni insanlar daha gec yatırlar və fəcrin də vaxtı daha tez vaxtı daxil olur və gecənin müddəti az olur. Ona görə də bu təbii ki, məşəqqət yaradır. Və bu məşəqqətin də yaranmasına səbəb təbii ki, müsəlmanların zəifçiliyidir. Bunun səbəblərini öyrənmək lazımdır ki, səbəb nədir ki, mən sübh namazına qarşı etinasız yanaşıram, sübh namazının vaxtını qoruya bilmirəm, vaxtında edə bilmirəm. İlk başda bunun üçün namazın əhəmiyyətini və xüsusən sübh namazı barəsində varid olan hədisləri öyrənmək lazımdır. Sübh namazının fəziləti barəsində istər Quran-ı Kərimdə, istər Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin hədislərində hansı fəzilətlər varid olubdur və eyni zamanda onu tərk etməyin təhlükəsi. Yəni bir insan bir şeyin fəzilətini bildikdən sonra və eyni zamanda onu tərk etməyin aqibətini, günahını bildikdən sonra təbii ki, həmin o şeyi qorumağa daha da şövqlə can atır. Lakin onun bu şeyləri bilmədikdən sonra onda boşluq, məsuliyyətsizlik təbii ki, yaranmağa başlayır. Və eyni zamanda da səbəblərdən də tutmaq mühümdür. Yəni bunları bildikdən sonra inşallah biz bunu mərhələli şəkildə hamısını izah edəcəyik. İlk başda onun fəziləti barəsində danışaq. Ən başda, yəni fəcr namazının fəziləti nədir? Bu barədə dediyimiz kimi istər Quran-ı Kərimdə, yəni ayətlər və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin hədisləri vardır. İsra surəsində elə Uca Allah buyurur ki: "Əqimis-salah lidulukuş-şəmsi ilə qasaqil-leyl." Gün batana meyl edəndən gecənin qaranlığına qədər namaz qılın. Və Qur'anəl-fəcr və fəcr namazını da qılın. İnnə Qur'anəl-fəcri kənə məşhudə. Həqiqətən fəcr namazı müşayiət edilir. Yəni burada əslində Quran-ı Kərimdə, yəni İsra surəsinin 78-ci ayəsidir bu. Bu ayət-kərimdə Uca Allah deyir ki,
Və Qur'anəl fəcr. Fəcr vaxtı Quran oxuyun. Lakin təfsir alimləri deyir ki, burada nəzərdə tutulan da nədir? Fəcr namazını qılmaqdır və burada Allah-u Teala digər namazlardan fərqli olaraq gecənin qaranlığına qədər, nə vaxtdan? Günəş batmağa meyl etdikdən gecənin qaranlığına qədər namaz qılın. Və elə İbn Kəsir, Allah ona rəhmət etsin, həmin bu ayənin təfsirində deyir ki, burada nəzərdə tutulan 4 vaxt namazdır. Zöhr, əsr, məğrib və işə namazları. 4 vaxt namaz nəzərdə tutulur. Lakin sübh namazını isə uca Allah xüsusi olaraq ayənin davamında qeyd etdi. Fəcr vaxtı Quran oxuyun. Yəni fəcr namazını qılın. Çünki fəcr namazı müşahidə edilir. Və burada da bu ayətdə olan faydalardan biri də xüsusən fəcr namazında daha çox Quranı tilavət etmək. Daha çox Qurandan pay ayırmaq. Yəni namazın daxilində. Digər namazlara nisbətdə. Çünki həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm elə özü də digər namazlardan fərqli olaraq sübh namazında tilavətini uzadardır. Yəni daha çox ayət oxuyardı, daha nisbətən uzun surələrdən oxuyardı. Nə üçün? Elə bu məhz bu ayəyə əsasən. Və dedik ki, həmin bu ayənin elə sonunda Allah-u Teala deyir ki, sübh namazı müşahidə edilir. Kimlər tərəfindən müşahidə edilir? Və təfsir alimləri də deyir ki, burada da nəzərdə tutulan mələklər tərəfindən. Yəni təsəvvür edin, mələklər xüsusi olaraq həmin bu namazı müşahidə etmək üçün nazil olarlar və həmin bu fəcr namazını xüsusi olaraq fəcr vaxtı müşahidə edərlər. Və ikinci, həmin bu namazın fəziləti, kim ki fəcr namazını vaxtında ədə edərsə, o nifaqdan bəraət qazanır. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hədisinə əsasən. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərinin birində buyurur ki, kim sübh və işə namazını cəmaatla qılarsa, yəni vaxtında cəmaatla bərabər qılarsa, o nifaqdan uzaq olar. Yəni nifaqdan onun üçün bəraət vardır. Nə üçün? Çünki bildiyimiz üzərə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə yaşadığı yerdə, Mədinədə münafiqlər də var idi. Yəni üzdə özlərini müsəlman kimi göstərib, batinən, daxilində öz küfrlərini gizlədən şəxslər idi. Və bunlar İslamın şüarlarını zahirdə göstərirdilər. Yəni namazlara gəlirdilər və digər İslamın şüarları ilə bağlı olan əməlləri edirdilər ki, yəni öz qəlblərində olan küfrü gizlətsinlər, üzə çıxarmasınlar, münafiqlik edirdilər. Və həmçinin onlar namaza da gəlirdilər. Ancaq gəldikləri namazlar hansılar idi? Gündüz vaxtı qılınan namazlar. Axşam vaxtı gecənin qaranlığında olan namazlara gəlmirdilər. Çünki cəmaat onları görmürdü. Yəni indiki kimi o vaxtı çıraq, işıq yox olmadığı üçün sübh və işə namazları gecə vaxtına düşdüyü üçün həmin namazlara yalnız qəlbində imanı olanlar gələrdilər. Yəni münafiqlər gəlməzdilər. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm eləməz bu hədisdə buyurur ki, yəni mömin bu iki namazı qoruyar. Sübh və işə namazını yalnız mömin qoruyar və burada da nifaqdan bəraət vardır. Həmçinin üçüncü faydalarından Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim fəcr namazını qılarsa, o Allahın zimməti altında olar. Yəni Allahın zimməti altında deyildikdə nə nəzərdə tutulur? Allahın qoruması altında olar. Allah-u Teala gün boyu onu qoruyar. Yəni o Allahın himayəsi altında olar. Bütün şeylərdən, bütün fitnələrdən, bütün şərlərdən, bütün bəlalardan, hər şeydən. Yəni təsəvvür edin, bir kəs ki Allahın həvaləsi altındadır, himayəsi altındadır, zimməsi altındadır. O insanın halı necə olar? Yəni gün boyu. Yəni o bütün şərlərdən, bütün fitnələrdən, bütün bəlalardan hifz edilmiş olur Allahın izni ilə. Və həmçinin bu da mühüm faydalardandır. Kim ki sübh namazını vaxtında ədə edərsə, Allah-u Teala onun həmin günüsünü bərəkətli eləyər. Yəni həmin o bərəkəti insan həm öz cismində, həm öz əməllərində, vaxtında, hər şeyində hiss edir. Subhanallah. Yəni bunu hər bir müsəlman, yəni namaz qılan müsəlman əminəm ki, müşahidə edib özündə və digərlərində. Nə zaman ki insan sübh namazını əda edərsə vaxtında, bax xüsusən də cəmaatla əda edərsə, həmin günüsü onun bərəkətli olar. Həm o özünü gümrah hiss edir, yəni fiziki cəhətdən, və həmçində vaxtda da bərəkətli olar. Bərəkət məsələsində də arizənə inşallah danışacaq. Sübh namazından sonraki olan bərəkət barəsində xüsusi bir hədis var. Lakin nə zaman ki həmin o namazı vaxtından ötürər,
onun elə bir bütün günü gedər. Necə olmasın ki, elə əməllərin başı ilə sübh namazından başlayır. Təsəvvür edən insan ilk oyandan zaman dəstəmaz alıb elə namazını qılır. İnsanın gününün başlanğıcı ilə namazla başlayır. Başqa bir heç nə yoxdur. Heç bir, yəni hətta yeməyindən də öncə, digər işlərindən də öncə ilk başladığı şey nədir? Yəni insanın səhər oyanarkən sübh vaxtı. Zaten elə sübh namazının vaxtı da elə gecənin bir qaranlığındadır. Yəni gecənin ən sonu bitdikdən sonra dan yeri sökülən vaxtıdır. Yəni həmin vaxtda insan oyandıqdan sonra ilk gördüyü əməl elə onun qıldığı fəcr namazı olur. Və elə məhz buna görə də günün başlanğıcı salih bir əməllə başlayarsa, o şəkildə də davam edir. Yox, əgər ondan naqis olarsa, o şəkildə də günü gedər. Allah qorusun. Ona görə də bu tərəfdən də mühümdür. Necə ki, elə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm digər hədisində buyurur ki, şeytan insan yuxuya getdikdən sonra, yatdıqdan sonra ona düyün vurar. İplə düyünləyər onu. 3 dənə düyün vurar. O düyünlər də nə zaman açılar? Birincisi, yuxudan oyanıb zikr edərkən 3 düyündən biri açılar. İkincisi, qalxıb dəstəmaz alarsa, artıq ikinci düyünü açılar. Üçüncüsü isə namaz qılarsa, artıq üçüncü, sonuncu vurduğu düyündə açılar və beləcə şeytanın ona vurduğu düyünlərin hamısı açılar və gün boyu o şəkildə də gedir. Yox, əgər o sübh namazını qılmazsa, təsəvvür edin, həmin o günü də şeytanın vurduğu elə düyünlərlə bərabər gedər. Həmin günüsünü o şəkildə də tamamlayar. Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm 5-ci faydalarından odur ki, fəcr namazının fəzilətindən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim işə namazını cəmaatla bərabər əda edərsə, onun üçün gecə namazının yarısının savabı vardır. Yəni sanki gecə namazının yarısını qılmış kimi olar. Və kim də sübh namazını cəmaatla məsciddə əda edərsə, cəmaatla qılarsa, onun üçün tam gecə namazının savabı vardır. Sanki gecə başlayandan sübh namazının vaxtı girənə qədər bütün gecəni ibadətdə keçirib. Bütün gecəni gecə namazı qılıb. Yəni fəzilətə baxın, subhanallah. Yəni Allah Taala'nın rəhmətindən, fəzilətindəndir ki, bəzi əməllər var ki, yəni onu etməyə müsəlmanın gücü, qüdrəti çatmır. Lakin digər əməllərlə sən onun savabını əldə edə bilərsən. Və buna da misallar həqiqətən çoxdur və o misallardan da biri elə məhz budur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, işə namazını cəmaatla qılarsa, onun üçün gecə namazının yarısı, sübh namazını qılarsa isə gecə namazının tamamının savabı vardır. Yəni baxın fəzilətə. Və bu da sübh namazının daha çox savab payı olduğunun göstəricisidir. Bu hədisə əsasən. Və cəmaatla elə yeri düşmüşkən qeyd eləyək ki, yaxşı, biz burada hədisdə qeyd etdik ki, cəmaatla məsciddə qılarsa, yəni həqiqətənmi, yəni cəmaatla əda edilməsi vacibdirmi, yoxsa necə? Hər bir müsəlman kişiyə cəmaatla namaz qılmaq vacibdir. Yəni biz burada işə namazı ilə sübh namazını qeyd etdik, lakin bu bütün namazlara aiddir. O müsəlman ki, yəni burada söhbət kişilərdən gedir, qadınlardan fərqli olaraq kişilər məsciddə əda etməlidir. Lakin qadınlar isə onların ən xeyirli namaz qıldığı yer haradır? Evləridir. Və evlərinin də ən xeyirli yeri haradır? Bəli, evinin ən qıraq yeri, ən künc yeri, ən gizli yeri belə deyək. Həmin o yer qadın üçün ən xeyirli yerdir, yəni orada namazlarını qılması. Lakin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buna rəğmən deyir ki, kim sizin qadınlarınızdan məscidə getmək istəyirsə də ona mane olmayın. Lakin kişilərə isə vacibdir. Düzdür, bu barədə 3 görüş vardır. Birinci görüşə görə kim əzanı eşidirsə, onun cəmaat namazına gəlməsi müstəhəbdir. Lakin hansı halda? Əgər digər müsəlmanlar, yəni söhbət burada kişilərdən gedir, bir toplum məsciddə namaz qılarlarsa, digərlərinin üzərinə bu vaciblik götürülür və müstəhəb hökmünü alır. Bu Hənəfi məzhəbinə görə belədir. İkinci görüş odur ki, həmin o şəxs günah qazanır, yəni evində üzürsüz, səbəbsiz yerə namaz qıldığı üçün, cəmaat namazında iştirak etmədiyi üçün, tənbəlliyindən dolayı. Lakin buna rəğmən onun günah payı var və qıldığı namaz da səhihdir. Yəni evdə qıldığı namaz səhihdir, lakin cəmaat namazında iştirak etmədiyi üçün günah qazanır. Üçüncü görüş də budur ki, ümumiyyətlə həm o günah qazanır və həmçində namazı batıl olur.
Subhanallah, bu da təhlükəli haldır. Yəni üzürsüz, səbəbsiz yerə cəmaət namazında iştirak etmədiyi üçün onun üçün 2 dənə cəza var. Həm günah qazanır və həmçində həmin o namazı ondan məqbul deyil, qəbul olmur. Hər bir halda məsələ ixtilaflıdır, lakin doğrusunu Allah bilir. Daha haqqa yaxın olan görüş odur ki, evdə qıldığı namaz səhvdir, lakin Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bu əmrinə müxalifçilik etdiyi üçün günah qazanır. Çünki buna da dəlillər var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm elə Ümmü Məktum adlı sahabə, bilirsiniz, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin gözü görməyən sahabələrindən olub və bir dəfə o Allah Rəsulu sallallahu əleyhi və səlləm yanına gəlir ki, Allahın Rəsulu, bəs mənim üçün namaza gəlmək və cəmaət namazlarında iştirak etmək məsciddə məşəqqətdir. Mənim üçün bir rüsxət varmı cəmaət namazlarında iştirak etməmək üçün? Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm heç nə demir, bir anlıq susur. Və sonra o çevrilib getmək istədiyi zaman Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, əzanı eşidirsənmi? Və həmin sahabə deyir ki, bəli. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, sənin üçün heç bir rüsxət görmürəm. Baxmayaraq ki, insan gözləri görmürdü və həmçinin onun getdiyi yol üzərində çuxur var idi, görməsə kimi bir şey var idi. Yəni onun üçün məşəqqət idi. Buna rəğmən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, əzanı eşidirsənsə artıq gəlməlisən. Və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm daim sübh namazında və eləcə də digər namazlarda namazı bitirdikdən sonra baxardı cəmaata. Kimlər gəlib, kim var, kim yox. Çünki kim ki sahabələrdə namazda iştirak etmirdi, deməli çox bir vacib bir məsələ üçün gəlməyibdi. Hansısa bir böyük bir səbəbə görə, üzrə görə gəlmir. Ya insan səfərdədir, ya insan xəstədir. Yəni bu səbəblərə görə gəlmir. Digər səbəblərdən isə hər bir sahabə, müsəlman həmin vaxtı namazlarda iştirak edirdi. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buna görə deyir ki, başqa bir hədisdə, əgər deyir yerimə bir nəfəri təyin edə bilsəydim, onu təyin edərdim və gedərdim cəmaət namazlarına gəlməyənlərin evini yandırardım. Subhanallah, bu da həqiqətən elə bu hədis dəlalət edir ki, böyük günahlardandır. Yəni səbəbsiz yerə namaza gəlməmək, cəmaət namazında iştirak etməmək və həmçində də dedik ki, bundan elə əvvəlki məsələdə onun üçün nifaqın payı vardır, Allah qorusun. Yəni çünki münafiqliyin sifətlərindəndir. Yəni nifaqın sifətlərindəndir ki, cəmaət namazlarına, yəni sübh və işə namazlarının cəmaatlarında iştirak etməmək. Və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm 6-cı fəzilətlərindən sübh namazını qılmağın, sübh namazının 2 rükəti dünya və onun içərisində olan hər bir şeydən xeyirlidir. Subhanallah. Sübh namazının özü yox ha, diqqət edin. Sübh namazının ratibə sünnəti, 2 rükət sünnəti. Və ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm daim ratibə bu sünnətə, 2 rükət sünnətə digər ratibə sünnətlərdən fərqli olaraq daha çox ehtimam eləyərdi və daha çox önəm göstərərdi və daha çox çalışardı ki, bu namazı əda edəsin. Nə üçün? Bu hədisə əsasən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, dünya və onun içərisində olanlardan. Təsəvvür edin, dünya və onun içərisində nələr var? Gözümüzlə gördüyümüz, görmədiyimiz hər şey, qızıl, mal, dövlət, hər şeydən daha üstündür. Özü də hər gün. İndi burada bir məsələ var. Əgər bu sübh namazının 2 rükət ratibə sünnətidirsə, biz bilirik axı, fərz namazları Allah-u Teala'ya daha sevimlidir. Nafilə ibadətlərdən fərqli olaraq. Çünki bir qüdüs hədisdə Allah-u Teala buyurur ki, qulumun mənə yaxınlaşdığı ən əfsəl ibadəti onun fərz ibadətləridir. Yəni fərz namazlarıdır. Buna görə də fərz ibadəti şək yoxdur ki, bu ratibə sünnətdən, nafilə ibadətdən daha üstündür. İndi təsəvvür edin, əgər bu nafilə namazı haqqında belədirsə, gör indi fərzin fəziləti nə dərəcədə böyükdür Allah qatında. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buna görə də hətta səfərdə olarkən də, baxmayaraq ki, səfər necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, əzabdan bir paydır, məşəqqət var, lakin bu halda da Allah Rəsulu sallallahu əleyhi və səlləm heç vaxt bu sübh namazının ratibə sünnətini heç vaxt tərk etməzdi. Ümumiyyətlə Allah Rəsulu sallallahu əleyhi və səlləm səfərdə olarkən bəzi namazlar vardır ki, onları tərk etməzdi. Yəni söhbət burada nafilə ibadətlərdən gedir. Onlar da hansıdır? Necə ki Ayşə radiyallahu anhadan anamızdan rivayet olunub və hədis. Allah Rəsulu sallallahu əleyhi və səlləm sübh namazının 2 rükət ratibə sünnəsini və həmçinin duha namazını və həmçinin vitr namazını
bu üç namazı nə evdə olarkən, yəni yaşadığı yerdə olarkən, nə də ki səfərdə olarkən heç vaxt tərk etməzdi. Digər ratibə sünnətləri isə tərk eləyərdi. Zöhrün, məğribin və işanın. Lakin sübh namazının 2 rükətini isə hətta səfərdə olarkən belə tərk etməzdi. Və bu da sübh namazının özünün və sübh namazının ratibə sünnətinin fəzilətinə dəlalət edir. Baxdınız, diqqət etdiniz, digər ratibə sünnətləri haqqında belə bir şey yoxdur. Yeganə sübh namazının ratibə sünnətidir ki, hətta o səfərdə belə tərk edilmir, qılınır və onun da fəziləti Allah qatında böyükdür. Və həmçinin 7-ci səbəblərdən, fəzilətlərdən sübh namazını qılmaq qiyamət günü uca Allahı görməyə səbəbdir. Yəni Allah Teala'dan istəyirik ki, uca Allah bizlərə nəsib eləsin, onun cəlalını görmək, Allah Teala'ya baxmağı qiyamət günü öz Firdevs cənnətində. Amin. Necə ki Allah Resulü sallallahu əleyhi və səlləm hədislərinin birində buyurur ki, sizlərdən biriniz heç bir bulut olmadan tam ayı görməkdə çətinlik çəkirmi? Yəni başının üzərində olan. Sahabələr deyir ki, xeyr. Və eləcə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, qiyamət günü hər biriniz yəni uca Allahı o şəkildə görəcəksiniz. Yəni söhbət burada təbii ki möminlərdən gedir. Yəni qiyamət günü Allah-u Teala'nı görənlər məhz möminlər olacaqdır. Kafirlər isə bu ləzzətdən, bu nemətdən məhrum olacaqlar. Və bu da cənnət nemətlərinin içərisində ən böyük nemətdir. Bundan o yanısı yoxdur. Yəni uca Allahın cəlalına tamaşa etmək. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi o qullarından etsin. Amin. Və məsələ sübh namazda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, yəni kim burada hədisdə günəş batmadan öncə və günəş çıxmadan öncə qeyd olunur. Yəni bu namazları qoruya bilirsə, qorusun deyir Allah Resulü sallallahu əleyhi və səlləm bu hədisin davamında. Burada da nəzərdə tutulan nədir? Günəş batmadan öncə hansı namazdır? Əsr namazı. Günəş çıxmadan öncə də nədir? Sübh namazı. Deməli bu iki namaz qiyamət günü Allah-u Teala'nın cəlalına baxmağa səbəblərdən biridir. Və təbii ki, yəni fəzilətləri çoxdur, lakin əsas bu 7 səbəb, yəni 7 fəzilət həm Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərində, həmçində Qurani-Kərimdə dediyimiz kimi varid olan ayələrdir, hədislərdir. Və həmçinin dedik ki, sübh namazının vaxtı bərəkətli bir vaxtdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, ən bərəkətli vaxt sübh çağıdır, sübh vaxtıdır. Və bu vaxt nə vaxtdan başlayır? Sübh namazının vaxtı girəndən günəş çıxana qədər olan vaxt sübh vaxtıdır. Ümumiyyətlə elə sübh namazının vaxtı da bu qədərdir. Yəni sübh namazının vaxtından dan yeri söküləndən günəş çıxana qədərdir. Hətta kim günəş çıxmadan öncə namazın bir rükətinə çatsa, yəni bir rükətini qılsa, ikinci rükətə daxil olsa, yəni rükusuna çatsa belə hətta, artıq o sübh namazını vaxtında ədə etmiş sayılır. Necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, artıq o sübh namazını vaxtında qılmış kimi sayılır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu vaxtı ən bərəkətli vaxt adlandırır. Yəni günün ən bərəkətli vaxtı adlandırır. Yəni lakin təəssüflər olsun ki, günümüzdə müsəlmanların çoxunun qəflətdə olduğu vaxtdır. Sübh namazını qıldıqdan sonra hətta yuxusu gəlməsə belə yatağa qaçır. Yatmağa meyl eləyir, ya yatır, ya başqa işlərlə məşğul olur. Lakin həmin vaxt olduqca bərəkətli vaxtdır və xüsusən də zikirlərin çox edilməli olduğu bir vaxtdır. Elə məhz sabah zikirləri də həmin vaxtdır. Necə ki Allah Resulü sallallahu əleyhi və səlləm sübh namazını məsciddə cəmaatla əda etdikdən sonra cəmaata tərəf çevrilər və sabah zikirlərini də edərdi. Ta nə vaxta qədər? Duha namazını, bəli, günəş çıxana duha namazının vaxtı daxil olana qədər və sonra qalxardı, duha namazını qılardı və ondan sonra isə evinə istirahətə çəkilərdir. Və sahabələrin də halı belə olubdur. O vaxtki müsəlmanların halı belə olubdur. Hətta bu barədə bir əsər də var. Səhv etmirəmsə Müslim öz səhihində rəvayət etmişdir. Sələflərdən biri deyir ki, biz bir dəfə sübh namazını qıldıqdan sonra cəmaatla gəldik Abdullah ibn Məsudun yanına. Allah ondan razı olsun. Evinə. Yəni ziyarət üçün. Və gəlirlər onun evinin qapısını döyürlər, yaxınlaşdılar evinə, izin istəyirlər və cariyəsi çıxır və izin istəyir gələn şəxslər üçün. Və Abdullah ibn Məsud onlar üçün izin verir ki, yəni girsinlər. Və həmin ərəfədə onlar bir neçə dəqiqəlik və yaxud da ki, vaxtlıq dayanırlar. Qapının elə bir həndəvərində gözləyirlər və sonra keçirlər.
Və içəri keçdikdən sonra Abdullah ibn Məsud radiyallahu anh onlardan soruşur ki, bəs mən sizə izin verdim, niyə keçmədiniz içəri? Yəni, niyə gözlədiniz? Onlar deyir ki, biz ehtiyat elədik ki, yəqin ki, yəni ailənizdə kimsə yatar, kimsə münasib bir halda olmaz. Yəni, bir fürsət verdik, vaxt verdik ki, həmin ərəfədə özlərini toparlasınlar. Və Abdullah ibn Məsud da subhanallah möhtəşəm bir cavab verir onlara. Deyir, məgər siz elə bilirsiniz ki, Abdullah ibn Məsud və onun ailəsi sübh çağında qəflətdədirmi? Yəni, bu bərəkətli bir vaxtda qəflətdədirmi? Onlar yəni, bu vaxtı yuxuda mı keçirirlər? Beləncəsini onlara cavab verir və başlayır sonra təsbih deməyə, yəni subhanallah deməyə, zikirlər eləməyə, ta günəş çıxanacan. Və hətta həmin o rəvayətdə keçir ki, cariyəsindən soruşur, deyir, günəş çıxdı mı? Deyir, hələ yox, hələ başlayır, davam eləməyə başlayır. Sonra yenə soruşur, deyir, günəş çıxdı mı? Deyir, artıq çıxdı və dayanır. Və deyir ki, Allah həmd olsun, bu günün yükünü bizdən götürdü və bizi günahla yükləmədi. Burada bir məsələ var. Gün bitməyib axı. Nə üçün Abdullah ibn Məsud radiyallahu anh deyir ki, bu günün yükünü bizdən götürdü və həmçində günahlardan uzaqlaşdırdı bizi. Bəli, az öncə dediyimiz məsələ. Subhanallah. Abdullah ibn Məsud həmin o vaxtı elə günün başlanğıcı olduğu üçün günün əsası sayır, əməllərin əsası sayır. Yəni, həmin o əməllərin əsası, başlanğıcı necə başladısa elə də gedəcəkdir. Ona görə də Abdullah ibn Məsud radiyallahu anh deyir ki, bu günün yükünü bizdən götürən Allaha həmd olsun. Baxmayaraq ki, həmin o vaxt günün, yəni digər vaxtlar da var hələ. Yəni zöhr var, əsr var, məğrib var, işa var, günorta var, duha var, gecə var. Yəni sübh vaxtı həmin o vaxt günün neçədə birini əhatə edir. Onda biri və yaxud da ki, daha da az bir hissəsini təşkil edir. Lakin buna rəğmən Abdullah ibn Məsud radiyallahu anh deyir ki, Allah həmd olsun bu şeyə görə. Subhanallah. Həqiqətən nə qədər danışsaq azdır bu haqda. Lakin hesab edirəm ki, kifayət eləyər. Və Allah-u Teala'dan istəyirəm ki, Allah-u Teala bizi namazlarımızda mühafizəkar etsin və xüsusən sübh namazının vaxtında edən qullarından etsin. Çünki bilirsiniz, yeganə ibadətdir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in bu ibadət, namaz ibadəti harada əmr edilib? Bəli, Meyracda əmr edilib. Yeganə ibadətdir ki, uca Allah Meyracda birbaşa olaraq, arada heç bir vasitəçi olmadan, Cəbrail əleyhissalam olmadan ona bu namazı əmr etmişdir. Bu ibadəti. Digər ibadətlərdə heç birində yoxdur. Nə orucda var, nə zəkatda var, nə həccdə var. Heç bir ibadətdə. Yeganə ibadətdir ki, namaz Meyracda Allah-u Teala tərəfindən öz rəsuluna birbaşa olaraq əmr edilib və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü insandan ilk soruşulan şey onun namazı olacaqdır. Əgər namazı yerində olarsa, digər soru-sualı da, haqq hesabı da yüngül olar, yerində olar. Əgər yox, namazı zay olarsa, ondan sonraki da zay olar, çətin olar, ağır olar onun üçün. Və Allah-u Teala da bizi həmin o imtihandan uzaq çıxan qullarına etsin və Allah-u Teala hər birinizə bərəkət versin. Doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə əlihi və sahbihi əcməin. Və iyyəkum Allah sənə razı olsun.